Yəqin ki, bu sualı görən kimi x-in yerinə qiymət qoyub hesablamırsınız. Bu aralıq bizə öncə verilmiş bu şərt bizə lazımdır. Lakin yerinə qoyub sadəcə müsbət mənfiliyini araşdırmaq üçün istifadə edəcəyik. 1 ilə 4 arasında mən x-i götürürəm 3 və çox yaxından yaxınlaşdırıb baxıram. X-i 3 götürdüm. Birinci modula diqqət eləsəz, modulda eləcə x-dir, deməli müsbətdir. Modulda x çıxılsın 1, yəni 3 çıxılsın 1 alınır 2, burada da müsbətdir. X çıxılsın 4, 3 çıxılsın 4, burada isə mənfidir. Deməli, buralarda birincidə, ikincidə müsbət alınır, digərində mənfi alınır. Diqqət edirik, qaydanı xatırlayırıq. Əgər modul daxili ifadə müsbətdirsə, olduğu kimi yazırıq. Modul daxili ifadə müsbətdirsə, olduğu kimi yazırıq. 2 vurulsun. Əgər modul daxili ifadə mənfidirsə, qarşısına mənfiyi verib yazırıq, yəni müsbətləşdiririk. Mən elə 4-dən x-i çıxıb, yəni böyükdən balacanı da çıxıb müsbətləşdirə bilərəm. X-dan x-i toplayıram 2x, çıxılsın 1, 2-ni 4-ə vururam 8, 2-ni x-ə vururam 2x. Aşağıda voleybol yarışı edirlər. Mənfi 1-dən 8-i topladıqda edir 7, ifadənin qiyməti də bərabər olur 7.